10 illik təhsil proqramını mən 6 aya istəyən adama öyrədə bilərəm. Azərbaycanın nəinki dünya, heç Qafqaz səviyyəsində alimi də yoxdur. Azərbaycanda biznes qurmaq mümkün deyil. Bir məlumat mən nə qədər istəyirəmsə o qədər yadda qalır. Ömürlük istədimsə ömürlük. İnsanlara nə eşitmək istədiyini və ya nə istədiyini yox, onlara nə lazım olduğunu bilmək lazımdır. Beyin boş qalmalı. Xəyala dalanda bir şeyi aydın gör. Salam hörmətli dinləyicilər, xoş gördük hər birinizi. Bu gün də çox maraqlı verilişlərimizdən biri olacaq. Gördüyünüz kimi biz studiyamıza Orxan İbadovu dəvət etmişik. Orxan müəllim dünya yaddaş çempionudur, eyni zamanda rekordsmendir bu sahədə. İnşallah ümid edirəm ki, bizim bu verilişimiz də çox maraqlı verilişlərdən və çox baxılan verilişlərdən biri olacaq. Orxan müəllim, xoş gəlmisiniz studiyamıza. Salam Ülvi bəy, minnətdaram məni dəvət etdiyinizə görə. Çox sağ olun. Mən Orxan müəllimi dəvət etmək üçün çox uzun zaman gözlədim. Çox sağ olsun ki, bizim dəvətimizi qəbul etdi, studiyamıza gəldi və bizim gənclərimiz üçün, bizim cəmiyyətimiz üçün Orxan müəllim tapıntılardan biridir demək olar ki. Çünki indiyə qədər yaddaş üzrə Hindistan yığmasını, Hindistan ölkəsinin yarışçılarını keçmək mümkün olmurdu. Məhz bu bariyeri, bu səddi Orxan müəllim sındırdı. Orxan müəllim 2015-ci ildə yoxsa İlk dəfə 2017-ci ildə Türkiyədə rəqəmlərdə çempion olmuşam, 0 və 1-lərdə. Orada ilk dəfə Hindistan komandasına qalib gəlmişdim. Sonradan uzun müddət nailiyyətlərim ortada olub. Deyək ki, dünya 11-incisi olmuşam, dünya 5-incisi. Bunlar mənim üçün orta nailiyyət sayılır da, belə. Çox gözəl. Çox gözəl. Sonradan isə dünya çempionluğu. Çox gözəl. Orxan müəllim, ilk öncə verilişimizə başlamamışdan öncə istərdim ki, özünüzü artıq sizi tanıyırlar. Yenə də bizim efir vasitəsilə də təqdim edəsiniz. Özünüzü cəmiyyətə necə təqdim etmək istərsinizsə, məhz o cür istərdim ki, özünüzü təqdim edəsiniz. Buyurun. Ümumiyyətlə təqdimatın növü əsasən özü kimə təqdim etməkdən asılıdır. Amma normalda xoşum gəlir deyim ki, dünya yaddaş çempionu, dünya rekordçusu. Xoşuma gəlir o ifadədən. Necə istəyirsiniz? İxtisasda hüquqşünasam, amma hüquqşünaslığı sevmirəm. Ona görə məşğul olmamışam. Heç vaxt özümü hüquqşünas kimi təqdim etmirəm demək olar ki. Bəzən investorlarla görüşdə deyirəm, mən ixtisasda hüquqşünasam. Və əsas sahəm elektron ticarət. Yəni internetdən pul qazanmaq elektron mağazalar vasitəsilə. Çox gözəl. Dropshipping vasitəsilə. Xeyr, dropshipping etibarlı model sayılmır. Dropshipping sadəcə testlər etmək üçün yaxşıdır. Amma sırf professional şəkildə 10 ildir ki, elektron ticarətlə məşğul olan və 20 ilə yaxındır ki, onlayn marketinqlə, həm də təlimimizi deyə bilərəm özümə artıq. Bu tərəfinizi mən də birinci səfərdə öyrəndim. Maraqlı gəldi, çox maraqlı gəldi. Çünki mən hüquqşünaslığı tərk edib sırf marketinqə başlamışam, onlayn marketinq. Mən həmişə istəmişəm ki, pasiv pul qazanım. Çox gözəl. İnternetdən pul qazanım. Heç o vaxt 20 il qabaq elə bir ifadə yox idi Azərbaycanda. Təsadüfən tapmışdım. Zaten günümüz get-gedə onlayn ticarətə doğru gedir. Bəli, bu sahədə kimlər birincidirsə, ilkdirsə, onların uğur əldə etməyi daha çoxdur. Bəli, üstünlükləri çoxdur. Ümumiyyətlə xoşum gəlir ki, müxtəlif sahələri birləşdirim, innovasiya edeyim. İnsan hüquqşünas kimi həyat sürməməlidir ki, mən hüquqşünasam. Təsəvvür edirsiniz, kimsə belə bir sahə icad edib ki, dövlət hüququ, sən həyatı dövlət hüququ üzrə ekspert kimi yaşayırsan. Bu yanlış bir yoldur da. Mən Orxanam. 5-10 sahəni özümə birləşdirə bilərəm, 20 sahəni birləşdirə bilərəm də. Bu mümkündür. Niyə mən hüquqşünaslığa birləşməliyəm belə deyək? Kimsə elə bir sahə yaradıb. Və yaxud da hüquqşünaslıqla niyə məhdudlaşmalıyam? Bəli, o sırf məhdudlaşmaqdır. Ona görə özümə təlimçi də deyə bilərəm. İndiyə kimi 1100-dən çox elit peşəkara dərs demişəm. 900-dən çoxsu İspaniyada və Avropanın digər şəhərlərində, Hollandiyada, 200-ə yaxın da Azərbaycanda 1100-ə yaxın insanın belə deyək, beyninə bir cərrah kimi daxil olub, onun həyatlarına pozitiv mənada daxil etmişəm deyə. Ona görə özümə təlimçi deyə bilərəm. Yəni nəticələri olubdumu o insanların? Əlbəttə ki. Yəni ümumiyyətlə mənim təlimlərimdə mövzunu təlimə gətirmək istəmirəm, amma təlimlərində ümumiyyətlə normal rəy yoxdur məndə. Neqativ rəyi kənara qoyuram, normal rəy yoxdur. Bəzən rəylərə baxırsan, elə bilirsən ki, bu düz demir. Çox gözəl. Və Azərbaycanda da mənim saytımda var. Bəzən biri deyir ki, mən bəzən deyirəm ki, rəyini biraz tonunu aşağı elə, inandırıcı görsənmir. Deyir, vallahi elədir də, qazancım da ki 5 dəfə artdı, nə bilim, ailə vəziyyətim 5 dəfə belə oldu, beynim belə oldu. Yəni, gəlin onda çox üzr istəyirəm. Çox maraqlı dediniz, mənim də marağımı cəlb elədi. Gəlin onda belə spontan da bir sizə sual yarandı. Buyurun. O sualı ünvanlayım. Yəni sizin təlimlər çox güman ki, yaddaş üzərində olan təlimlərdir. Düzmüdür? Düzdürmü? Nə qədər qəribə olsa da xeyr. Onda hansı, yəni onu bilmək istərdim ki, o insanlara, o təlim verdiyiniz insanlara hansı təlimləri verirsiniz və onlar o təlimlərdən həyatlarında
necə irəliləyişlər əldə edirlər? O barədə zəhmət olmasa. Ümumiyyətlə mənim həyat prinsipim belədir ki, insanlara nə eşitmək istədiyini və ya nə istədiyini yox, onlara nə lazım olduğunu vermək lazımdır. Bizdə ümumiyyətlə xoşumuz gəlir ki, insanların eşitmək istədiyini və ya nə bilim ona lazım olduğunu düşündüyünü verək. Xeyr. Mən bilirəmsə ekspert kimi ona nə lazımdırsa onu verirəm. Amma görə insanlar mənə yaddaş üçün gələndə deyirəm qulaq as, sən tələbə deyilsən, abituriyent deyilsən. Yaddaş texnikləri sənə lazım deyil. Sənin deyək ki 30 yaşın var, beynin yüklənib. Bəli. Biraz keçsə sən artıq beynin çökəcək ehtimal. Yarımçıqlar çoxdur. Gəl sən beynini səliqəyə salaq, fayllara bölək. Gözəl. Mən buna ikinci beyin deyirəm. Və sənin beynini fayllara böləndən sonra çünki beynin əsas funksiyası nədir? Yaradıcılıq. Bəli. Beyni yaddaş üçün yaranmayıb ki, yaradıcılıq üçün yaranıb. Yaddaş bizə bir yanacaq kimi lazımdır. Maşın olmayandan sonra yanacaq kimə lazımdır? Aydındır. Ona görə də deyirəm, gəl sən beynini səliqəyə salaq, sənin beynini boşaldaq. Beyin boş qalmalıdır. Beynin ümumiyyətlə dolu qalmaq ehtiyacı yoxdur. Beynin boş qalandan sonra sənin həm də anbarın olur, ikinci beynin. Sırf yadda saxlamaq üçün. Biz birazdan bunlar haqqında ətraflı danışarıq. Ondan sonra istəsən, həzz almaq üçün sənə yaddaş texnikalarını öyrədərəm. Ona görə mənim demək olar ki, yeganə təlimim və giriş fundamental təlimim sırf beyni səliqəyə salmaq üçündür. İlk baxışdan insanların məndən istədiyi bu deyil. Çünki onlar görürlər ki, mən neçə min rəqəmi sırayla yadda saxlayıram. Deyir, mən də ondan istəyirəm də. Deyirəm, sənin istəməyin əsas deyil də. Ekspert kimi mənim nə düşündüyüm vacibdir. Birinci gəbini eləyək, sonra o birisini. Və təbii ki, insanlar ondan sonra sağ ol deyirlər ki, yaxşı ki, mənə lazım olanı öyrətdin. Çox gözəl. Bu beyni səliqəyə salandan sonra bir insanda necə müsbət tərəfə dəyişikliklər gedir? Su kimi olur da beynin. Bruce Lee nəzəriyyəsi var ki, mind like water. Bəli. Sənin beynin su kimi olmalıdır. Hətta binaya yuxarıdan su gələndə belə fikir verirsə, nə qədər təmir super olsa da o bir yol tapıb girir suya, ya torpağa, özünə yol tapır. Yəni fərqləndirmə eləyə bilərsinizmi ki, müqayisə eləyə bilərsinizmi ki, su kimi işləyən beyinlə, yəni siz qaydasına, səliqə səhmana salandan sonra ki, beyinlə faktiki misal üçün normal insanın, əvvəlki insanın beyni hansı biri nəyi edə bilir, biri nəyi edə bilmir, biri harda zəiflik çəkir, bir də onu yaşamır. Zəhmət olmasın. Normal sıravi insan fərqi yoxdur. İspaniyada, Azərbaycan, dünyada həyat tərzi belədir. Ambisiyalı insanlardan gedir. Ambisiyası zəif olan insanın beyni dolmur onsuz da. Yəni bizim kimi ambisiyası yüksək olan insanlardan gedir və əksər insanlar belədir. Deyək ki, 30 yaşı var, səhər gedir işə, işdə ya rəhbərlikdirsə, ya rəhbərliklə nəsə soruşursa, deyir ki, filan sənət hardadır? Ayda deyir, bilmirəm. Sonra yadına düşür ki, filan kəslə görüşməliyəm. Aynen. Nə bilim, filan işi görməli idim. Sonra axşam gəlir, yadına düşür ki, mən işdə filan şey eləmədim, yadımdan çıxmışdı. Birdən düşünür ki, bəs mənim uşaqlıq xəyallarım nə oldu? Axı mən hamısı qarşı bir-birinə. Axı mən özümə də biznes qurmaq istəyirdim, kənar biznes. Onu qurmaq istəyəndə bir də görür ki, e-mail gəldi ki, sən niyə filan müştəriyə cavab vermədin? Gecə yatmamışdan qabaq yadına gəlir ki, bəs evə kofe almaq lazım idi, onu almayıb. Yarımçıqların içində o qədər dolaşır ki. Bəli, eynən. Yəni bunu istənilən insan qarşılaşdığımız problemləri sadalayırsınız. Yəni bunu yəqin ki, istənilən insan özünə aid elədi də. O məcbur olur, o yarımçıqların canını qorumasına ambisiyası endirir. Deyir bu bəzilərindən vaz keçir, belə deyək. Azərbaycanda biznes qurmaq mümkün deyil. Onu o cür həll edir. Yarışlara getmək mənli deyil. Sonra onsuz da həyat boş şeydir də. İndi belə yaşlı, buna da şükür. Onsuz da ruzini verən Allahdır. Bəlkə də elədir. Ruzini verən Allahdır, amma ki qismət olar da. Artıq passivləşir və özünə xəyanət edir. Bəli. Çünki onun beyni yarımçıqlarla doludur deyə yaradıcılığa yer yoxdur. Bəli. Amma beyni səliqəyə salınan insan, o artıq beyni fərqlidir. O düşünür ki, ümumiyyətlə mənim həyat amalım var. Mən həyatda bilirəm hara gedirəm. O necə işləyir? O deyilən yarımçıqların hamısına vaxt çatdırırmı? Yoxsa onların əsaslarını saxlayır, qalanlarını kəsir, silir? O bilir ki, nəyi nə vaxt görməlidir. Layihələri onun gözün qabağındadır, beynində deyil. Bir layihə beyində olanda böyük görsənilir və inandırıcı deyil. Hamısı beynindən kənardadır. İkinci beyin dediyim əslində odur. Onun gözünün önündədir və hamısı planlı şəkildədir ki, okey, mənim filan yerdə işləyirəm, mənim 5 müştərim var, bu mənim müvəqqəti işimdir, mənim gələcək arzum, növbəti 5 ildə mənim master planım var, həyat planım. Bakı şəhərinin, ümumiyyətlə biz nəyə görə Bakı şəhərinin statutuna xoşumuz gəlmir? Çünki şəhərin baş planı yoxdur, olmayıb uzun müddət. Görürsünüz, qəribə tikintilər var. İnsan da elədir, onun baş planı olmayanda olur Bakı kimi. Bilirsən, bəlkə də bir çox insan Bakıdan xoşu gəlir. Yəni, o bilir ki, növbəti 3-5 ildə hara gedir, növbəti 20 ildə hara gedir və bu hansısa biznes kitablarından götürülmüş formada, eybəcər formada olmur. Səlis formada olur. O bilir ki, sabah da nə iş görəcək, bu həftə də nə iş görəcək. O öz həyatını
lap kafedə və ya evdə mütəmadi gözdən keçirir və özünə quş baxışı var onun. Özünə yuxarıdan aşağı baxa bilir. Miqyaslı şəkildə baxır. Bəli, ona biz deyirik helikopter baxışı, vertolyot baxışıdır. Özünə yuxarıdan aşağı bilir, amma lazım olanda detala da girir. Detala girəndə amma o bilir ki, mən hər bir halda yuxarı qalxacam. Yəni o özündə itmir, o gündəlik işində itmir. Mən bura gəlmişəm, bugünkü görüş mənim həyat amalıma uyğun olmasaydı mən bura gəlməyəcəyəm. Bəli. Mən burada nə qədər indi sizlə ünsiyyət qursam da, bir detalın içində olsam da, əslində mən böyük bir parçanı da böyük bir parçanın bir puzzle-ını həyata keçirirsən. Bəli, mən özümə müxtəlif səviyyələrdə baxıram. Həyat amalı səviyyəsində ki, mən onun üçün yaşayıram həyatda. Bəli. Sonra mənim vizyonum var, növbəti 5 il üçün, növbəti 3 il üçün, növbəti 1 il üçün. Amma bunlar hansısa biznes kitablarına yazılmış kimi formada deyil də. Yəni beyni sərgidə olan insan belə yaşayır və onun beyni boş olduğu üçün təsəvvür edin ki, bir ambar var, 95% doludur. Sizin orada 5% qoymağa yeriniz var. Bu sıravi insanın həyat tərzidir. Bəli. Amma beyni səliqəli olan insanın deyək ki, beyninin 95% demək olar ki, boşdur. Artıq səmanın üzü açıqdır. O istənilən kosmosa uça bilir. Amma o birisi insanın səmasının üstü bulud. Onu götürsəydiniz. Çox maraqlı oldu. Belə bir dərin insanın 5 ildən, 10 ildən sonra siz öz hədəflərinizdən danışa bilərsinizmi ki, hədəfiniz nədir növbəti 5 illikdə, 10 illikdə özünüz üçün? Mən hədəflərim çoxsu ülvi olduğuna görə onu biraz bəlkə də efirdə paylaşmaq. Necə ülvi? Yəni biznes hədəflərimi deyə bilərəm bəlkə də. Aydındır. Digər hədəfləriniz özünüzə məxsus olduğu üçün, məhrəm hesab elədiyiniz üçün onu deməyə ehtiyac duymursunuz. Bir də mən sizə istəyirsiniz hədəf yanaşmamı deyim. Mən hədəfi quranda necə qurmaq istəyirəm. Mənim ümumiyyətlə hədəf strategiyam belədir. Bu heç bir kitabda da yoxdur. Kiminsə xoşuna gəlməyə bilər. Belədir ki, mən deyirəm qeyri-real hədəflər qur və ona çat. Mümkündürmü? Əlbəttə ki, qeyri-real hədəflərin ləzzəti yoxdur da. Ona görə yaşamağa bugünə kimi qeyri-real hədəflərdən biri sual verəcəydim. Elə özüm də cavabını verdim. Elə o yaddaş. Məsələn, mən əminə deyə bilərəm ki, növbəti 100 ildə nə Azərbaycandan, yəni bunu kim istəyir necə qəbul etsin də təvəzzükardan uzaq deyil, amma elə qəbul edə bilərsə eləsin. Növbəti 100 ildə nə Azərbaycandan, nə Türk dünyasından, nə Rus dünyasından, nə bilim, nə müsəlman dünyasından. Siz rekordunuzu qıran olmayacaq. Yox, rekord qırıla bilər. Ümumiyyətlə bu ölkələrdən heç vaxt nəinki dünya çempionu, Avropa çempionu demək ki, çıxmayacaq. Nəyə görə? Bu ayrıca mentalitet tərbiyə edir və bir yerdən sonra sənin cəmiyyətdə etdiyin söhbətlər sənin beynini bloklayır ki, bəs o yəhudilər kəllə olur, Hindistanlar kəllə olur. Sən nə qədər qəribə olsa da, sən qeyri-real hədəflərə çatmaq üçün gərək Azərbaycanlıqdan müvəqqəti çıxasan. Bəli. Çox nə qədər qəribə. Bəşəri olasan. Bəli, bəşəri olasan. Ona görə də dediyim kimi, yəni mən hədəf strategiyam budur ki, qeyri-real hədəflər qur. Nə realdır, o mənlik deyil. Nə qeyri-real hədəflər. Bəlkə də bu digərlər üçün qeyri-realdırsa, yəni seçilmiş insanlar üçün hədəfi olan irrasional deyə, qeyri-real deməyə, irrasional hədəflər qur və ona çatmağa inan və ona doğru addımlar. Və bu alınacaq. Və bu yolda da ən yaxın dostun məsafədir. İnsanları yaxın buraxdın, onlar səni çəkəcəklər ki, real hədəflərə gəlir. Ən yaxın dostun məsafədir. Kimlə məsafə? Ən yaxın dostlarından qoyduğun məsafə. Nə qədər qəribə olsa da ailə üzvlərindən qoyduğun məsafə. Nə qədər qəribə olsa da dövlət qurumları ilə qoyduğun məsafə. Onlar nə qədər yaxın gələcəklərsə, onları saxlaya bilərsən çayxana söhbətlərinə, deyək ki, müəyyən bir vaxt ayıra bilərsiniz onlara. Parkda gəzməyə. Amma o hədəflərə yaxınlaşdırdınsa, artıq sən demək olar ki, məcbursan real hədəflər. Mənim hədəf qurma strategiyam budur. 1. Sən nə istəyirsən, odur vacib. Nə realdır, onu qoy qırağa. Bəli. Və sənin istədiyin çox vaxt irrasional olur. Dünyanı bütün gəzmək, dünya çempionu olmaq, dünya rekordu. Birinci, bunu müəyyənləşdir. İkinci, çalış özünü ona inandır. Yəni bu inancdırsa, bunu saxlayan bunun altındakı ayaqlardır. O ayaqları bərkit. Ona da inan. Üçüncüsü də ki, ona doğru strategiyalar qur. Və mən sizə bir söz də deyim, bu mənim ümumiyyətlə mənim fikrimcə qeyri-inandırıcı, qeyri-real və irrasional hədəflərə çatmaq daha asandır. Nəinki real hədəflərə. Onu da izah edə bilərəm istəsəz. Siz sanki ağlıma qoyursunuz mənim. Onu mən deyəcəydim sizdən, siz məni öncüllədiniz. Həqiqətən də özünə dəyər verən insan, həqiqətən də insanlığını dərk edən, həyatı dərk edən insanlar irrasional hədəflər qurur və bu günümüzə qədər də biz tarixə baxanda da, şəxsiyyətlərin həyatlarını incələyəndə də biz bunu görürük ki, irrasional hədəflər qururlar və ona çox səlist formada çatırlar. Çatmaq yollarında da mən bunların həyat sərvəfələrinə də baxanda, baxırsan ki, bu insanlar biraz tərki cahan kimi gedirlər ora. Onu siz də vurğuladınız seyincək ki, yəni bəzi şeylərdən uzaq durmaq lazımdır. Hətta sizin bir bloğunuza da, bir çıxışınıza da qulaq asmışdım mən.
telefonlardan uzaq durmaq falan, özünüzə vaxt ayırmaq. Bunların hamısı həm motivasiya verici danışıqlardır, fikirlərdir, həm də reallığı əks etdirən fikirlərdir. Ona görə yəni sizinlə danışmaq, bu mövzuları müzakirə etmək həqiqətən də çox xoşdur. Növbəti sualımız belədir. Yaddaş yarışlarında ən çox istifadə etdiyiniz texnikalar nələrdir? Yəni bunları necə siz istifadə edirsiniz? Bir var yaddaş yarışlarında istifadə etdiyim, bir də yarışlara hazırlıqda. Bax hazırlığı kənara qoyuram. Çünki hazırlıqda, yaddaş yarışlarına hazırlıqda sən həm də idmançısan. Bəli. Sən necə ki futbolçunun hazırlığı var, basketbolçunun hazırlığı var, sənin də beyzbolçunun hazırlığı var, sənin onlardan fərqi yoxdur. Səninki daha çətindir. Bəli. O öz beyninin ayağına nəzarət edir, sən öz beynindən beynivə nəzarət edirsən. Onlara bir texnika yox, bir elm gözünə baxa bilərik. Sırf yaddaş yarışlarında istifadə etdiyim texnikalardan əsasən ikisi vacibdir. Bəli. Biri əlaqələndirmə adlanır. Linking deyir ingiliscə. Biri isə yaddaş sarayı. Memory Palace. Bu nədir? İnsan beyni bir məlumatı hardasa görməyə xoşlayır. Mən deyəcəm, bir misal da göstərərəm sizə, maraqlı olar. Buyurun. Yəni biz nəyisə, biz desək ki, maşınımızı düşün, biz maşınımızı göydə düşünmürük də, hardasa ya parkovkada, ya marketin qabağında görürük. Deməli, beynimiz bizə deyir ki, qardaş, mən hardasa görməliyəm nəyisə, dedi özü. İkincisi də ki, biz nəyisə hansısa... Amma rasional yerləri seçir də. İnanın Maşındırsa yerdə olmalıdır, hardasa. İnanın deyəcəm. Bir də ki, indi mən misal deyərəm, özümdən. Bir də ki, ikinci texnika əlaqələndirmə dediyim kimi, yəni biz nəyisə digər şeylə əlaqələndiririk. Mən sizə deyim ki, siz nə düşünürsünüz? Siz medianı düşünmürsünüz. Mən sizə deyəcəm, media, sizin ağzınıza gələcək manna, sazilər, şəhərlərdə getdiyi uzun əsərlər. Belə bir qəribə bir sıralı gəldi, əlaqələndirmə var. Okey, biz qaydanı bildik. İndi deyək ki, lap indi öz ağlımdan maraqlı olar da biləm də, efirdə elə bir şey. Bir misal götürək. Deyək ki, yarışda bir kateqoriya var, sözləri yadda saxlamaq. Bəli. 300 söz verilir sırayla, yadda saxlamalısan sırayla. Hərə öz dilində. Mən dünyada ikinci yerə çıxmışam bu sahə üzrə. Tərcümələr səhv olur Azərbaycan dilində çox vaxt ona görə, amma eyb yox. Bax, deyək ki, gəlin bu iki texnikanı birləşdirək, yadda saxlayaq. Deyək ki, yarışdı, 4 söz gəldi. Deyək, birinci söz piano, belə yazılır 1, piano, 2, pilləkan, 3, rəy, elə söz olub, müzərrət o söz seçim, 4 badam deyək, belə gedə bilərik. Mən yarışlarda bunları yadda saxlamaq üçün... Bir təsvir formalaşdırırsınız. İndi saray kimi istifadə edirəm oxuduğum məktəbdən, doğma 171 nömrəli məktəb Əhməddək. Buradan 171 sayılı məktəbin bütün məzunlarına və müəllim heyətlərinə salamlar. Bəli, mən də salam deyirəm. Belə bir gənc yetişdiriblər. Buyurun. Deməli, 172 nömrəli məktəbin o vaxt girişi var idi, orada bir hovuz var idi. Mən deyirəm, başladım hovuzdan hərəkət etməyə. İndi bu iki sözü görürsünüz, mənim sarayım var, hovuz. Bəli. Sarayımın elementləri var. İndi hovuzdan girəcəm, orada giriş vardı, xoş gəlmişsiniz, əvvəlcə yazdı. Sonra qapıya girirdim, sonra solda orada xadimə, yəni qapıçının stolu var idi, orada lövhə, sonra bir stol var, müəllimlər otağı, zavuç otağı, belə gedirəm. Fırlanıram, məktəbdən çıxana kimi, sonra universitetə gedirəm, Bakı Dövlət Universitetə. Başlayaq. Mən sözləri iki əzbərləyirəm. Piano və pilləkan deyir. Bəli. Mən orada sarayım hazırdır, qaldı əlaqələndirmək. Piano deyəndə ağlıma deyək ki, piano gəlir. Sırayla, mən deyək ki, piano çaldım, gördüm bir pilləkan oynayır. Qeyri-adi olmalıdır. Bəli. Məntiqli olsa yadınızda qalmayacaq. Qeyri-məntiqli olmalıdır. Bəli, bir rasional. Görürsən, mən həyatım ümumiyyətlə qeyri-məntiqli üzərində qurdum. Mən məntiqli qurdum. Məntiqli qursa yadınızda qalmayacaq. Mən pilləkəndən çıxdım, pianonu gördüm, üzərində badam gördüm. Siz onu darmadağın elədiniz. Çünki bizim bütün cəmiyyətin elementləri məntiq üzərində qurulub. Onun üçün Azərbaycanın nəinki dünya, heç Qafqaz səviyyəsində alimi də yoxdur. Çünki məntiqlə adam bir yer kimi gedə bilərsən də, dünyanı fəth edə bilməz. Buyurun. Ona görə də pianonu deyək ki, mən ifa elədim, qəşəng pianodur. Pilləkan orada rəqs elədi. Elə şey ola bilər? Yox. Əlaqəni elə qurdum, qeyri-adi. Harda qurdum? Hovuzda. Gördünüz, iki elementi riayət elədim. Əlaqələndirdim. Okey, hovuzu tərk elədim. Gedirəm, xoş gəlmişsiniz. Orada deyək ki, rəy. Görürsünüz, rəy sözünün şəklini görə bilmirəm. Bəli. Rəy badam, mən rəy və badam yarışda mənim cəmi 2 saniyə vaxtım var bunları yadda saxlamağa. 2 sözü 2-2. O da sürətli beynimiz işləyir orada. Rəy mənim ağlıma gəldi ki, rəy yazan kimsə, mən gördüm səhv eləmir X-ray şüaları. X-ray ilə nəsə elədi orada. Ona bənzətməklə. Oradan badamlar töküldü mənim başıma, yekə badamdır. Balaca badam yadda qalmır, yekə badam. Və belə getdim. Fikir verirsə, yadda saxlamaq üçün mən nə etdim? Əlaqələndirdim. Amma əlaqələndirmənin də öz qaydaları var. Elə adi qayda əlaqələndirməsən və onu harasa qoydum. Yarış qurtardı. Mən qayıdıram görüm hovuzda nə oldu. Hovuzda piano çaldım, pilləkan, okey, yazdım, yerinə qoyuram. Piano, pilləkan. Sonra qalxdım yuxarı, rəy, badam. Girdim sonra orada tutaq ki, qələm, stolba. Girdim sola. Mən qayıdıram bir növ,
Yəni iki texnikanı birləşdirməklə sonra Bu texnika ilə sizlə mən paralel, mənəvi paralel irəlilədim. Yadda saxlayıram, çox rahat. Bəli. Amma bir fikir gəldi mənə. Ki, bu əgər bu sözlər, bu kəlmələr mindirsə, və bunu yaddaşda ilk dördlük kimi yadda qalırmı, yoxsa onlar bir müddətdən sonra qırılır? Belə deyil. Biraz qorxutdu məni. Biraz çəkindirdi ki, 500 söz olsaydı mən onu tamam, lap 20 sözü, 30 sözü belə gedə bilirsən. İndi mən öz potensiallarım çərçivəsində danışıram. Belə deyil. Ümumiyyətlə insanın bir bazarlığı inkişaf etməsinin mane olan nədir? Şübhə. Görürsən, çünki bu normaldır. Sizin qorxunuz normal haldır ki, o sahəni bilmirsiniz. Bəli. Qorxunun adı qorxudur da, onun izahı nədir? Hərəkət siqnalı. Sizdən hərəkət lazımdır ki, məndən dərs alsın, misal. Amma çox asandır. Deyək ki, 1 saata 1000 söz əzbərləyərəm rahat. Mən 1 saata yəqin ki... Yəni bu sizdə ilkin olaraq... Yox, ilkin olaraq yox idi. Necə başladı? Neçə sözdən başladınız? Bu qorxu da sizdə var idi mi real? Siz kimi. Siz necə olmusunuz, mən də olmuşam. Sadəcə məşqdir də. Deyək ki, ümumiyyətlə belə bir performans elmi də var da. Bu yarışların strukturunu bilirdinizmi ki, ona görə hazırlaşdınız? Xeyr. Bir rəqəm verəcəklər, şəkil göstərəcəklər. Xeyr. Orada bir aydınlığa gəlir, deyir ki, biz yer tuta bilmirik. Sən ambisiyalısan da. Mən də 32 yaşım vardı. Biraz 32 yaş dedilər ki, yox da, nə bilim biraz gecdir güya. Halbuki 38-də dünya çempionu olmuşam. O dedi ki, bəs orada biz yer tuta bilmirik. Azərbaycan bayrağını qaldıra bilmirik Türkiyədə. Sən gələ bilərsən. Dedim, inatkarlıq vacibdir orada, dedi, hə, dedim, o da mənli idi də. Belə onu sıfırdan başladıq, onda da mən sizin kimi fikirləşirdim. Hədəfi qoymuşdum ilk 50-yə girmək. Sonra ilk 20, sonra ilk 10, axırda var ki, mən çempionluğa gedirəm də. Hər dəfə biz ümumiyyətlə bir şeyə başlayanda növbətini görə bilirsiniz. Məsələn, siz inanırsınız ki, 10 söz yadda saxlaya bilərsiniz. Bəli. Hətta 20 sözdə. 20 inanırsınız. Özümə söz verdim, ondan sonra gedə bilmirəm. 20, amma 500-ə inanmırsınız. Amma yaxşı, 20-dən sonra biz 20-yə çatdıq sizlə. 25-ə inanacaqsınız siz də. Təbii ki. 25-də olanda 32-yə inanacaqsınız. Düz deyirsiniz. 32-də olanda 36 da deyəməzsiniz. 32-dən sonra 36 deyəməzsiniz ki, qeyri-realdır da. Hətta mən ingilis dilini Orxan müəllim bu cür öyrənmişdim. İngilis dilində bu saat sözü var ya, hour. 1 hour. Bu bizim bölgədə Gədəbəy ərazisində belə bir yanaşma var idi ki, qoy bir hora oturum da. Əlaqələndirdi, oradan əlaqələndirdim ki, yəni bu qoy bir saat oturum da və onu oradan bir horu ilə, bir 1 hour-ı mən orada əlaqələndirmişdim və ingilis dilində olan sözlərin 90%-ni o əlaqələrlə mən əzbərlədim. Görürsən. Hansı ki, indiyə kimi də mənim o yaddaşımdadır. Növbəti belə əzbərlədiyim sözlər isə çoxu yadımdan çıxır. Və siz dedikləriniz də bu dəqiqə mənə o düşüncəni, təsviri gözümün qabağına gətirir ki, əlaqələndirmə deyəndə o həmən sözlər mənim sonra fransız dilində bizdə mənim qonşularımda var idi, qərb bölgəsindən. Onlar galet, peçenyaya galet deyirdilər. Sonradan bəlli oldu ki, bu galet bildi ki, fransız sözündən gəlmə keçmədi. Yəni bu sözləri galetlə peçenyanı uyğunlaşdırmaq falan, hamısı təsvirlər bir-birinin üstə otururdu. Siz dediyiniz kimi, indi mən də fikirləşirəm ki, bu real bir şeydir. Bəs bu real bir şeydirsə, biz bu türlü proseslərdən, təhsildən, tədrisdən niyə uzaq, tamamilə əks bir şeyləri öyrənirik, beynimizi mənasız yerə yükləyirik? İstəyirsiniz bu suala cavab verərəm? Tamam, buyurun. O bayaqki məsələyə gəlincə, o 1000 söz üçün bizə 500 dənə yer lazımdır. Məktəb, universitet və s. Siz orada tanıyırsınız da məktəbi. Və deyək ki, siz bu otağı tanıyırsınız. Mən sizə desəm ki, divanın üstünə qoy nəlbəki ilə işıq. Bəli. Siz xəyalınızda o nəlbəki ilə işığı qeyri-adi canlandırırsınız, beyniniz onu orada görəndəki kimi yadda saxlayır. İnanır ona. Bəli. İndi mən sizə deyəndə ki, o 1000 sözü yadda saxla, siz 1000 sözü havadan yadda saxlamayacaqsınız ki. Siz qayıdacaqsınız bura. Burada nə idi? Nəlbəki işıq. Onlar yerindədir də, onsuz da xəyalınızda da yerindədir. Bəli, eyni. Siz sadəcə onları gəzirəm onların yeri. Bir də yarışda axı mən həm də təkrarlayıram axı. Görürəm ayda nəlbəki yadımdadır, işıq yadımda deyil. Deməli əlaqələndirməni zəif qurmuşsunuz. Zəif qurmuşam. O qədər. Məsəl üçün mən son dünya çempionluğunda 3700 rəqəm yadda saxlamışdım. 15-20 səhv idi. Amma mən kifayət edir ki, dünya rekordunu qırım. Yəni biz mükəmməl, mənim həyat fəlsəfəm belədir ki, hədəf mükəmməl idi, amma bilirəm ki, o mümkün deyil. Amma hədəf təsvirlər asan gəlir, rəqəmlər biraz çətinləşir. Rəqəmləri də kodlaşdıram da. Məsəl üçün mənim üçün deyək ki, 320 istənilən rəqəmlər indi görüm uyğun rəqəm, uyğun şəkil olsa siz deyin bir dənə rəqəm. 3 rəqəmli rəqəm deyin, deyin nədir şəkili. Əgər 369. O matchbox ingiliscə M3M-dır, 6 çıxır. Görürsən məndə yoxdan yazsaz da deyəcəm. Çünki mən rəqəmi artıq şəkil kimi görürəm. Məsələn, mən düşünmürəm o rəqəmi. Siz onu artıq vizuallaşdırmısınız. Matchbox nədir? Kibrit. Bəli, mən 369 görürəm, kibriti görürəm yandı. Siz bir dənə deyin, deyək ki, mən deyim necə əlbəttə. 747. Kirkorov.
ki Filip Kirkorov 7 K hərfidir, 4 R-dir. Bəli. 7 də K-dır. Mənə lazımdır ki, 2 R, K-dan ibarət bir adam ya da şəkil olsun. Bu kürək də ola bilər, kürək. Amma mən Kirkorov səhv edirəm, çünki o qeyri-adi insandır. Mən 369.747 görəndə mən gördüm ki, bu stolda deyək ki, deyək yarışda bu stola istifadə edirəm. Mən gördüm ki, Stolda Kirkorov. Mən yandırdım. Kirkorov oturub mahnı oxuyanda dedi, sən niyə nədin? Deyək ki, arxadan deyək ki, yandırdın, qışqırdı üstümə. Amma yadımdan çıxanmaz, axı təsəvvür edirsiniz ki, o mənim yadımdan necə çıxsın? Bu beyindən maksimum istifadə etməyə bənzəyir. Maksimum desəm biraz inkişafın dünyaları. Mən həmişə deyirəm ki, mən öz beynimin hələ 5%-indəyəm. Yəni eləsəmə deyir ki, 5%-ində budur. Bu da çox gözəl yanaşmadır. Yəni insan özünə bir hədd seçməməlidir. Amma planım da var ha. Yəni o 5%-i təvazökarlısın demirəm. Yəni insan özünə hədd seçəndə o özünü məhdudlaşdırır. Yox, təkcə ondan getmir. 5%-i təvazökarlısın demirəm. Doğrudan planım var. Planımın hələ 5%-indəyəm mən. Dünya çempionluğuna kifayət edir. Yəni görün 100-ə bir 20-30 il yaşamaq qismət olsa, yəqin ki 90-a çatsam lap maraqlı olar. İndi o ki qaldı tədrisdə niyə istifadə etmirik? Çünki ümumiyyətlə bir hədəf götürək də. Tədrisin inkişafı da bir hədəfdir. Bəli. Bir hədəflə bağlı sənin böyük vizyon olmalıdır. Götürək Azərbaycana fərqi yoxdur. Sənin tədrislə bağlı əvvəla düşünməlisən ki, Azərbaycan dünyanın ən güclü təhsil sistemi olmağa layiqdir. Bəli. Mən dünyada çempion olmağa necə layiqəmsə, Azərbaycan dünyanın ən güclü təhsil sistemi ola bilər. Və bu inancı əvvəlcə inanmırdıq. İndi bunun ayağının altını bərkitmək də asandır. Görürüz o gün Trump deyir ki, Harvard boş-boş işlərlə məşğuldur. Sən Harvardı dünyanın ən yaxşı təhsil sistemi sayırdın. Bəli, indiyə qədər o mifi parçaladı. İndi sənin buna özünü inandırmağa ehtiyac yoxdur da. Məsələn, mən heç kim demir ki, insanları uda bilərsən. Mən özüm güclə inancı yaratmışam. İndi sənə Trump kömək edir də. Təhsil nazirindən gedir söhbət. Sənə deyir ki, Harvard avara işlərlə məşğuldur. Vəbşi deyir, Amerikan təhsil sisteminə ayrılan pulları ləğv etmək lazımdır. Dünyanın təhsil sistemi sənin qabağında deyir ki, mən deyiləm. Gəl mənim yerimi götür. Amma biz nə edirik? Biz gedirik olimpiyadalarda ilk 50-yə giririk, az qala sevincimizdən ağlayır, oradan ağara gedir aeroportda. Yəni birinci sənin təhsillə bağlı hədəfin olmalıdır ki, I deserve the best. Mən hər şeyin ən yüksəyinə layiqəm. Bu sənin həyatın və hər şeyə biraz geniş baxma, o quş baxışı baxmalısan. Yoxsa mən yola verim ki, bəli, bilirsiniz nəyə bənzəyir? Çox üzr istəyirəm, sizin sözünüzü kəsirəm. Bu elə bir qayda yerinə də düşür. İndi imtahan vaxtlarıdır. Çox zaman valideyn öz evladını elə sıxır ki, yəni bura girməlidir, ora girməsə dağılar və yaxud da bir hansısa bir nazirlikdən işləyir evladı, yaxşı bir yerdən işləyir, oradan çıxma ehtimalı yaralananda evdə yas mərasimləri qururlar ki, dünya dağıldı, artıq bu yoxdursa da məhv oldu oradan. Bu cür yanaşmalar da, bu cür stereotiplər də məhv olmalıdır. İndi bu təhsillə bağlı götürsək, sən deməlisən ki, mənim hədəfim minimal top 10 yazır. Dünyada ilk 10-luğa giririk. İlk 10-luğa girən boynuzu yoxdur, üzr istəyirəm. Bəli, təbii ki. Amerikadır, Yaponiyadır, yarışı Yapon gəlmir. Yaponiyanın güclü yaddaşı Naoki Miwa. Bəli. Robotdur insan. Keçmək olmur. Robotdur nə olsun? Mən 2 dəfə futdu. Əvvəlcə 2 dəfə futmuşum. Mən dedim sən özümə yaraşdırmadım. Son dünya çempionatında ona qalib gələndə mən dedim ki, mən səndən dərs almaq istəyirəm. Yapondur da nə olsun ki, mən heç bir xarici təhsilim yoxdur. İnsanlıq müasir dövrdə hər cür informasiya çıxışımız var. Yapon təhsil sistemi, İngilis, Amerikan və s. ilk 10-luğa girir. İlk 10-luqdan sonra növbəti hücum. İlk 5-lik və bunu mən əminəm ki, ilk 5-lik hələ mən belə deyək də hədəf kimi götürməm. Dünyada sıralamada neçəncisiz bilirsinizmi? Mən nə üzrə? Bu yaddaş rekoru üzrə. Rekord məndədir. Rəqəmlər üzrə dünya rekordu məndədir. Üzlərdə də 2023-cün dünya çempionuyam. Rəqəmlərin üzrə dünya çempionu mənəm. Kartlarda ilk 3-lükdəyəm ehtimal ki. Yəni bu yarış neçə mərhələdə, neçə formada keçirilir? 10 kateqoriya üzrə keçirilir. Siz bu fikri bitirin, ora keçək. Tamam, buyurun. Hədəfi qurdun, ona inandın. Yəni qeyri-realdır, rasionaldır, yəhudilərin beyni motor kimi işləyir, yəni belə biz olurlar. O söhbətləri kənara qoymalısan. Bunlar yalancı storylardır da, altına qoymusan. Yalancı bünövrələrdir, onu dağıtmalısın. Allah doğrusu bünövrədir, mən də istəyirəm ondan da. Nə dəxli ki? Sonra nə bilim bunun deyək ki, Hindistanlar rəqəmdə udmaq qeyri-mümkündür. Magnus Carlsen dahidir, o doğuşdan belə olur. Bu söhbətləri kənara qoyursan, hədəfi qurdun. Sonra və siyasi iradə olmalı. Siyasi iradə var da, mən düşünürəm ki, ölkənin ali rəhbərliyi çox böyük məmnuniyyətlə o hədəfi qəbul edirdi ki, təhsil naziri mənə bu hədəflə gəlir. Onun vizyonumu müəyyənləşdirdim. Mənə lazım gəlir ki, 7 il kifayətdir o hədəfə çatmaq, maksimum. Hələ belə götürəcək. Hətta vaxtında. Sonra nə qədər resurs lazımdır, onu hesablayırsan. Kifayət pulumuz var ona görə. Bizə trilyon lazım deyil də. Bəli. Sonra başdan ona görə hərəkətə keçməyə. Sual verirsən, növbəti hərəkət nədir bu hədəf üzrə? Amma biz elə bilirik. Biz baxırıq reallığımıza. Biz stolun altını görürük birinci, sonra üstünə deyirik ki, belə stol məncə yerləşər bura. Yəni çünki ona görə də, yəni sual verirsiniz ki, niyə biz bunları görmürük?
Sən hədəfin ilk 50-lik olanda, dünyada ilk 100-lük olanda, sən təbii ki, dahiyana metodları görməyəcəksən də. Təbii ki. Sən məsəl üçün 10 illik təhsil proqramını mən 6 aya istəyən adama öyrədə bilərəm. Zaten bu belədir. 6 ay öyrədə biləcək uşaq, qaldı 9 il 6 ay əlavəsi. Bunu innovasiya keçirsə dünyanı fəth edəcək uşaqlar. Amma deyək ki, təhsil rəhbərliyi hədəfi ilk 100-lüdür deyə o uşağın beyninə anbar kimi baxır, maksimum doldurmaq. Amma hədəf dəyişəndə Bəli. sənin strategiyan dəyişir. Aydındır. Orxan müəllim, keçək növbəti sualımıza. Demək, növbəti sualımız belədir. Hər hansı bir məlumatı yadda saxlamaq üçün istifadə etdiyiniz vizuallaşdırma və ya assosiasiya üsulları varmı? Bir nümunə ilə izah edə bilərsinizmi bunları? Əslində assosiasiya əlaqələndirmə deməkdir. Bayaq da əslində biz vizualizasiya, xəyala dalma ilə bir misal göstərdik, amma mən başqa yarışmacılardan fərqimi deyim ki, necə olur ki, mənim üstünlüyüm yaranır. Həm də bu bir növ sir kimi. Sir deyil, ümumiyyətlə bir yadda sir olsa da, yəni onu bacarmaq da. Hətta sir kimi götürə bilərsiniz də, lap elə də qəbul edə bilərsiniz. Deməli, assosiasiyanın mən əlaqəsinin fərqini dedim. Məntiqi assosiasiya eləsən, yaddan çıxma ehtimalı böyükdür. Yaxşı, 10 sözdə olar, 10 rəqəmdə olar, yaddan çıxmaz. Amma 1000-ə keçəndə yaddan çıxacaq. Yaddan çıxacaq da. Ona görə mən assosiasiyada qaydalarım var. Qeyri-məntiqi, şok edici. İndi bu otağa 2 dənə şir girsə, bizim yadımızdan çıxmaz da. Heç. Mən xəyalımda o şiri var. Mən xəyalımda da şir girsə, o da yadımdan çıxmaz da. Deməli, xəyalımda elə mən yeyirəm bura, bu otağa insanı salım, elə şiri salaram da, yadıma qalmaq üçün, düzdür? Bəli. Sonra deyək ki, bayaq biz dedik yandırmaq, dahi Kirkorov. Biz onu eləsəydik yadımızdan çıxmazdı. Deməli, həyatda da yaddan çıxmaz. Şok edici, qeyri-adi. Sonra qeyri-adi ölçülər. Mən Kirkorovu öz boyunda yox, deyək ki, 3 metr, 4 metr edirəm. Yəni bir obyekti böyüdürəm. Olur 5 metr. Özümü də bəzən böyüdürəm. Ya kiçildirəm ki, yanımda yaxşı qalsın, qeyri-adi olsun. İntim təbii ki. Bəli. Sonra ağlamalı, gülməli. Siz keçmişə baxsaq, həyatınızda yadda qalan şeylər ancaq bunlardır onsuzda. Beynimiz sizə deyir ki, onsuz bunları yadda saxlaya bilərəm. Qalanlarını yadda saxlaya bilmirəm. Bəli. Bu əlaqələndirmə mənim qaydamdır ki, qeyri-məntiqi. Maraqlısı odur ki, səviyyə qalxandan sonra sənin beynin artıq onları da adi kimi görür. Görür, Orxan o qədər qeyri-adi əlaqələr qurub ki, onları da adiləşdirir. Hansı mərhələyə keçir beyin? O world class level-a keçəndə, dünya səviyyəsində atlet olanda. Onda təsvirləriniz var. Onda artıq beyin bir növ hamısını yadda saxlaya bilir. Məntiqində, qeyri-məntiqində. Orada artıq levellər fərqi gedir də. Deyək ki, 1%, 5%. Yəni beynin öz potensialı açılır, belə deyək. Artıq beyin görür ki, qeyri-adi, məntiqi yenə də orada qeyri-adiləri yaxşı yadda saxlayır. Yenə də orada eləyirsən, amma onlar da artıq bir növ adiləşir. Amma bir növ sən ustalaşmısan deyə bir futbolçu kimi də. Hə, vurursan da, topu vurursan, girir. Gözəl yanaşma. Və vizualizasiya gəlincə, vizualizasiyaya bağlı mənim qaydam nədir? Bir lap sir kimi deyim də. Dünyada çox yarışmacılar necədir? Bizə də bunu öyrədiblər. Həmişə deyirlər ki, xəyala dalanda bir şeyi aydın gör. Deyək ki, biz xəyala dalırıq. Mənim rəqəmlər üstündəki bəzi insanlar ölüb, məsələn, Barış Manço da. Amma mənim beynimdə o yaşayır da, yarışlar. Deyək ki, Barış Manço 326-dır da. Barış Manço oturub kresloda, standart şəklim var mənim. Deyək ki, sarı bir, nə bilim, paltarda. Mən əvvəlcə necə edirdim? Barış Manço götürək, deyək ki, 926, Piyanoçu filmindəki həmin rejissor da. Həmin o piyano çalan. O piyanist filmindəki. Piyano, çünki P-nı Ç lazımdır mənə. Panço ola bilər, piyanoçu ola bilər, fərqi yoxdur. Mən onu xəyala dalanda 926-ın yanında ola bilsin, lap özümdən götürürəm. 121, təndir. Mən də onu təndirə salmalıyım. Əvvəlcə necə edirdim? Piyanosunu aydın görürdüm, təndiri aydın görürdüm, onu ora salırdım, gedirdim. Sonra mən gördüm ki, aydın görməkdən daha vacib olan həmin hadisənin hekayəsi vacibdir daha. Lap götürək, deyək ki, 787.925. Sonra götürək 787.925 ilə 126, indi rəqəmlərini danışıram mən. 126.346. 787 mənim üçün kəfkirdir. Mən bunları burada seçmişəm də bu sözləri. 925 Binəli Yıldırım. Siz deyəcək buna bir yazı olur. Olsun, laf deyək ki, 921 Bonito adlı mənim bir dostum var. Mən kəfkirlə deyək, əvvəlcə mən necə edirdim? Kəfkiri böyük görürdüm, Bonitoya vururdum. Sonra keçirdim Obsi saraya. 126 Türkiyənin əvvəlki futbolçusu var, Tanju Çolak. O yaxşı Çelesi dilimiz ondan vururdu. 346 dondurmadı Marojna. Görürəm ki, o birisi tərəfdə Tanju Çolak deyək ki, Marojnanı elə futboldakı qaydada vurur.
Belə olanda yadda qalırdı, amma bir çox yaddan çıxırdı. Mən strategiyamı dəyişəndən sonra mənim həyatımda yarışlarda uğur qazandım. Mən onu istoriya kimi görürəm. Görürəm ki, girdim ora, kəfkirlə vurdum bonitoya. O deyir, niyə edirsən sən mənə? Deyirəm, yaxşı. Yəni aradakı boşluqları doldurdunuz. Həm boşluq, həm də onu bir növ hekayəyə çevirəm ki, deyirəm, çəkil otaqdan. Çıxdım, gördüm, tanrı oradan deyir ki, qalx, vurdum marojdan da elmə üzümə. Və belə hekayələr quranda daha çox yadda. heç onu mən aydın görmürəm tanrını. Pianoşunu aydın görmədim. Ya bonitonu aydın görməsəm belə, o hekayə mənə imkan verir ki, mən orada nə olduğunu yadımda saxlayım. Daha çox da aydın, mənim vizualizasiyayla bağlı yarışdakı qaydam budur ki, aydın görməsən də olar. Əsas ki, hekayə maraqlı olur. Çox maraqlıdır. Və indi mənə belə bir sual gəldi ki, siz 3 rəqəmləri deyən kimi avtomatik bir təsvir edirsiniz. 1000 kodum var da, 1100 kodum var. Tamam, mən oradakı rəqəmlər məhz o cür düşməsə necə? Məsəl üçün dediniz 121 təndirdir səhv etmirəm. Olsun 12 də, 2 rəqəmli kodum da var da. Hə, onlar da var, eləmi? Deyək 12 dənədir. Sadəcə yarışda deyək ki 6000 rəqəm. Lap götürək 4. O qədər təsvir varmı yəni o rəqəmlər? Qurmalısan, özündən sözlər qoşursan bəzən. Özündən innovasiya, özündən olmayan əşya çıxardırsan. Mən özündən qoşduğum sözlər. İndi bu dəqiqə mənim innovativ bir şey yadıma gəldi. Təsvir edin ki, sizə verilib 1000 söz. O 1000 rəqəmi yerində hekayəyə çevirə-çevirə yadda saxlamaq olurmu? Əlbəttə ki, mən gəldim, girdim filan yerə, orada mənim başıma bu gəldi. Bu deyil də, deyək ki, bax 826 finish xətti, finish olmalı, finish deyək ki, əlimdə bayraq və götürək 209. 209 newspaper. 208 Niyazov var idi, Türkmənistan keçmiş prezident. Bəli. 209 oldu newspaper. Bəli. Mən 3000 rəqəm var deyə mən 6-6 yadda saxlayıram bunları ki, daha çox yadda saxlaya bilərəm. Aydın. Ona görə 300 götürürəm. 6-6 yadda saxlayıram mən. Götürürəm ki, finish xəttində qəzet çempion oldu. Qəzet girir otağa ki, mənim üçün. Qəzetin ayaqları, təsəvvür edirsiniz, belə əlaqə qurmalısan. Bizim ən yaxşı, dünyanın ən maraqlı kinolardan bir çəkirik. Finish xəttini mən elədim, o newspaper keçdiksə. Bu əlaqələrin sayı olsun deyə ki, bir saraya, bir yerə 6 dənədirsə, 10 yerə oldu 60 dənə. Hə, amma yarışda sən qərar verirsən, necə görmək istəyirsən. Onlar rəqəmləri elə eləyirlər ki, sən istədiyin formada. O rəqəmlər sırayladır da, onsuz da. Sən necə istəyirsən, elə yadda saxlayırsan. Amma indi siz gəlirsiniz ki, Orxan, mən sənin telefon nömrəsi demək istəyirəm. Olur da, indi bəzən məclislərə gedirəm. Deyir ki, onun ta ki 5 telefon nömrəsini yadda saxlaya bilərsən, heç nə bilərsən. Ha, o nömrə 300 gəlmir də sənə. Gəlir 727 kenguru. Deyir ki, 11 deyək, okey, 11 deyək, tut ağacı. Onunla bağlı təsvir atdım. Okey, 727, 10 tut ağacıdır, 29 da naib deyək ki də, kimsə. Nəbi də ola bilər, fərq yoxdur da. 050 də mən üçün sağlasdır, Çilin keçmiş futbolçu, əldən beri eləyərdi. Okey, 051 də sold. Fərq yoxdur. Orada görürsə ikisi 3-dür, ikisi 2-dir. Mənə məlumat necə gəlirsə ona hazır olmalıyam. Mən kiməsə deyən bilmirəm telefon nömrəsini 300 elə. Amma yarışlarda mən seçirəm deyə strategiyanı. Elə 300 seçirəm də. Amma fərqi yoxdur. Yəni istədiyiniz kimi sizin alətləriniz güclü olandan sonra məqsədin elə də ciddi problemi yoxdur. Məsələn, mənə gəlir ki, mən bir aya rahatlıqla 400 min sözü sıraniyada saxlaya bilərəm. 400 min rəqəmi. Çox maraqlıdır. 400 min. Çox maraqlıdır. Öz təvəllüdünüzü necə yadda saxlayırsınız? Necə təsvir edərdiniz öz gün, ay, il? Ora olsa 2 dəfədir. 02 22 neon işığıdır, bax belə işıqlar. 2 dənə 2 n-dır da, rekordda neon işığıdır. 02 san ayağı. Belə biraz əhəmiyyətsiz söz. 22 deyək ki, neon san ayağını göyə qaldırdım. 1986 görürsüz, mən bunu 2 cür yada saxlaya bilərəm. Onsuz bilirəm ki, 1000-ci ildə doğulmuşam da, əvvəl 1000-dir. 986 pivəçi var, bir dənə PV2 olmalıdır, pivə sözən var. Görürsünüz, mənim doğulduğum ili belə də uyğun rəqəmlər deyil. Pivəçi neon işığında. Görürsünüz necə? Neon işığında san ayağı yeyir. Yəni sıra necədir? Neon işığı ilə sana oyatdın, sana gəldi pivəsin başına girdi. Bəli. O çıxa bilmir. Tərpəndi dəydi sənə. Yadınızdan çıxar, görürsünüz necə beynimizin ləzzət verir. Çünki beynimizin toxunulmayan hisslərini toxunur o da bizim. Amma mən 19 ilə 86-ını görsəm, 19 topdur. Topla vurdum. 86-da balıq, fiş. Məcbursan rus dili, ingilis dilində ki, çünki söz yoxdur axı, ingilis oldu bir sözdür. Ha belə istəsəm öz adımı elə yada saxlayım. Yarışda mən yeri gəlmişkən belə düşür ha. Bir dənə kateqoriya tarixi hadisələrdir. Bizə saxta tarixi hadisələr verirlər. Deyir 1522 il Kral Dağdan düşdü. Tarixçinin üstünlüyü çoxdur axı, ona görə 1522 mənsən 522 Lenin deməkdir. 522 rəqəmin kodu odur. Ya deyir ki 1416-cı ildə Elon Musk Marsda nəsə açdı da. 1416 Reddish, Turpdur. Belə yadda saxlayacaq. Çox maraqlı. Keçək növbəti sualımıza. Növbəti sualımız isə belədir.
Qısa müddətli yaddaşı uzun müddətli yaddaşa çevirmək üçün hansı strategiyaları tətbiq edirsiniz? Ümumiyyətlə istənilən məlumatı 100% yadda saxlamaq olar. 100%. Yəni heç bir məlumat deyəməzsiniz ki, o mümkün deyil. Bu həmişə mənim arzum olub. Bu Giordano Bruno'nun arzusu olub. Mən də o arzudan getmişəm, qeyri-realistik arzu olduğuna görə, irrasional arzu olduğuna görə getmişəm və onun sonuna çıxmışam. Mənə istənilən, istəyirsiniz dini kitab olsun, hədis olsun, fərqi yoxdur, sayından asılı olmayaraq biz onu tam yadda saxlaya bilərik. Hətta elə var idi, hafizlər var idi. İndi hafiz deyək ki, ömrünü sərf Quranı edir ki, yaddaşından köçürürdülər. İndi hafiz 30 ilin sərf edir ki, hafizi Quran olsun. Bizə 30 il lazım deyil də. Daha qısa müddət. Daha qısa müddət. İnanılmaz dərəcədə daha qısa. Biz axı irrasional hədəfə qurmalıyıq. Və deyək ki, burada çox vaxt siz onu bir bioloqdan, neyrobiyoloqdan soruşsanız, o deyir ki, hə, sən get bir qısa məlumat yadından çıxmasın deyə müdafiə mexanizmi qurur. Deyir, get onu danış hamıya. Sonra harda gördün onu öyrət. Tez-tez yaz ki, yadından çıxmasın. Bu mənə sərf eləmir. Bu müdafiə mexanizmidir. Bu uduzulmuş formada yadda saxlamalıdır. Yaddan çıxa bilər demək olar ki. Məndə sistem belədir. Bir məlumatı əvvəla başa düşmək lazım. Bəli. Deyək ki, nə bilim, kardiologiya sözü gəldi, onu yadda saxlamalısansa, hə, bunu əvvəla başa düşməlisən. Əzbərləmək lazım deyil. Başa düşdün, intuitiv olaraq gör mənası yadında qaldı yoxsa yox. Kardiologiya, okey, biz bilirik ki, yadımızda qalacaqdır. Amma deyək ki, yadımızda qalmırsa necə eləmək lazımdır? Yadında qalırsa, intuitiv olaraq, heç bir saraya qoymağa ehtiyac yoxdur. Aydındır. Onu dərhal başda sistematik təkrarlamağa, indi deyəcəm sistematik təkrarlamaq. Başa düşdün, intuitiv yadında qaldı, təkrarladın, mövzu bitdi. Biz bir çox şeyi belə yadda saxlamışıq. Amma deyək ki, başa düşdün, intuitiv yadında qalmadı. Səhər soruşdum, kardiologiya nədir? İngilis dilində, yadında qalmadı, latin dilində fərq. Deməli, biz artıq təkrarlamağa hələ ehtiyac yoxdur, fundamentimizi qurmaq lazımdır. Biz başlayıq oradan sözləri bölməyə, əlaqələndirməyə. Bəli. Mnemonika elmindən bayaqki gülməli, ağlamalı, intim əlaqələri qurmağa, qarantiya isə nədir? Yaddaş sarayı. Qoyduq yaddaş sarayına, sonra başladıq təkrarlamağa. Bunun artıq yaddan çıxmağı ucu problemdir. Mən hətta yarışlardan sonra çalışıram 5 gün gedən başlayır ki, bu rəqəmlər yadından çıxsın. Bizim yaddaş ekspert kimi ən böyük problemimiz onu soruşmaq istəyirdim. Yaddaş problemidir. Yarışlardan sonra o qurduğunuz təsəvvürlər, saraylar, onları təmizləyirsinizmi? Sıfırlayırsınızmı? Buraxıram ki, dəyməyim ona. Təkrarlasam yaddan çıxmayacaq. Aydındır. Yəni siz fikir verdiniz, qısa müddətli yaddaşı, uzun müddətli yaddaşı keçirilmək kimi bizim qorxulu bir yanaşmamız yoxdur ki, Allah keçəcək, keçməyəcək. Keçirmək asandır. Onu yaddan çıxartmaq çətindir. Çoxum deyir, "Va, mən də elə istəyirəm." Deyirəm, "Elə yaşamaq lazımdır." Yoxsa mən necə edirəm ki, yaddaşım pozulmasın? Mən necə edirəm ki, bir kitabı oxuyanda bir 10% yadımda qalsın? Siz belə yana sonra axırıncı mərhələ nədir? Sistematik təkrar. Sistematik təkrar nədir? Oxuduğunuzu 10 dəqiqə sonra təkrarlayın. Çünki 90% yaddan çıxır 10 dəqiqədən sonra. Faciəvi qaydadır. 10 dəqiqədən sonra, 60 dəqiqədən sonra, 1 gün sonra, 7 gün sonra, 3 ay sonra, lap 1 ay sonra, 3 ay sonra, 6 ay sonra. Deyə bilərsiniz, "Nə oldu? Təkrar qurtarmadı ki." Hər dəfə təkrarın müddətini azaldın. 10 dəqiqədən sonra 45 dəqiqə oxuduğunuz kitabı 10 dəqiqə təkrarlayın, sonra 3 dəqiqə, sonra 1 dəqiqə, sonra yarım dəqiqə. İllər. Onda artıq garantiyadır. Belə yaddaş oldu elm. Riyaziyyat qədər dəqiq elm deyə bilərəm. Yəni aydındır. Çox gözəl bir fikir mənlə formalaşdı. Və siz yaddaş üzrə mütəxəssissiniz, belə deyərdim sizə. Və bu yaddaşı biz digər bacarıqları mənimsəməkdə istifadə edə bilərikmi? Misal üçün, şahmat oynayan birisi şahmatın debütlarını yadda saxlamaq üçün bu yaddaş oyunlarını ora tətbiq edə bilərmi? Və yaxud da pianino ilə məşğul olan bir tələbə, skripka ilə məşğul olan bir tələbə, o notların yerini, mahnıların yerini onunla əzbərləyə bilərmi və bu kömək eləyirmi? Asanlıqla. Ümumiyyətlə Ona bunu niyə əlaqələndirmirsiniz? Bu barədə niyə yeni bir varmı dünyada belə yanaşma, belə bir kurslar mı deyim, belə bir yaddaş texnikasından istifadə edib belə bir kurslar varmı ki, hansısa bir belə deyim sahələri də istər mədəniyyətdə olan, istər məsəl üçün hansısa bir oyunlar olsun, onlara şamil eləyərək onları əzbərlətsinlər uşaqlara. Varmı? Mənim bir Almaniyalı dostum var, o sırf şahmat üzrə yaddaş texnikaları sahəsində ixtisaslaşıb. Onun marağı var. Çünki o istəyir ki, yəni o da əvvəlki dünya çempionlarındandır, amma son yarışımı unutmuşam da 2023-cü ildə. Almanlar da, Alman tankı deyirlər, 2 nəfərdir, onların ikisini unutdum mən də belə deyim. Bir də hətta mənim müəllimim olub bir ay. Şahmatda bəli, ümumiyyətlə şahmat yaddaş yarışlarına ən yaxın oyun hesab olunur. Çünki eyni tipli gedir də, eyni zehni enerji deməli ki gedir, yaddaş yarışlarından daha çox gedir.
Ümumiyyətlə hər bir şeyin yadda saxlama metodu var da. Bizim əlaqələndirmə metodumuz var, sonra strategiya qura bilirik. Sonra yaddaş sırayını qoyuruq da. Bu universal bir qaydadır. Siz mənə deyəcəksiniz ki, sizin probleminiz nədir? Ümumiyyətlə dünyada ən çətin yadda saxlanılası sahələr və ən çox yaddaş texnikasına ehtiyac olan sahə tibb elmidir. Mənim o qədər tibb sahəsində tələblərim var ki, Bəli. gəlir deyir hansısa bir termin. Fərqi yoxdur. Deyək ki, Yəni nəzəriyyəni yadda saxlamaq üçün lap özümüzdən problem endokrin. Nə bilim stikologiya. Özümüzdən qoşduq da. Orada endi deyək ki, mənim bir nəyəsə tanışım, endi marketoloq, nə bilim reklamı gedir. Görürsən ağlımıza dərhal mənim də yadıma o endi market gəldi. Stik yapışdı. Gördüm endi yapışdırdım stikə. Qurduqca. Söz ucu yadlıqdan etdi də. Bəli. Hansısa bir yad söz oldu, tanış iki mənasız söz. Sonra onların ikisini birləşdirdik, qoyduq saraya, qurtardı mövzu. Hədis olacaq, elə qoyacaq. Bir mədrəz dil olacaq, ərəb dili, bir yolun tapacağıq. Burada fiqurlardır da, elə qoyacaq. Şahmatda da ki, siz belə deyəcəksiniz, onu birləşdirəcəyik. Əlbəttə ki, bir yaddaş çempionunun şahmata girməyə demir. Belə bir iş görmək istəyirdinizmi? Sözün açığı mənim belə... Çünki insanların 90%-i həqiqətən də yetərincə ciddi vəsaitlər xərcləyirlər ki, hansısa bir musiqi alətini ifa eləsinlər, şahmatda uğur əldə eləsinlər, hansısa bir texnikanı öyrənməkdə çətinlik çəkirlər. Özünüz bilirsiniz ki, bunlar hamısı mənimsənilən proseslərdir. Gedirsən sənə not öyrədirlər. Və hansısa musiqini suluqla ifa eləməyi öyrədirlər və sən onu həmən an xatırlayırsan, sonra yaddan çıxarsan. Mən bunu indi əlaqələndirdim sizin dediyiniz şeylərlə. Bəlkə bunu elə sarayda xatırlasaq, o heç o musiqini. Bəlkəli deyil. Yaddaş elmi dəqiq olmalıdır. Bir elmcə dəqiq olmalıdır. Bu garantiyalıdır. Siz hətta mən çox böyük məmnuniyyətlə elə bir challenge, çağırış götürərdim ki, kimsə mənə desin ki, falan şeyi yadda saxlamaq mümkün deyil. Elə bir challenge mən istəyərdim. Yəni çox asan dərhal bir metod taparam mən sizə. Yəni çünki əlimdə alətlər var da. İndi birini 8 ilə vuraraq, birini kranla qaldıraraq fərqi yoxdur, yolumuz var. Niyə bunu eləmirəm? Çünki mənim həyat amalıma uyğun deyil. Amma belə bir çağırış olsa ki, hə, ictimai çağırışdır və o cəmiyyətə xeyirdir, dövlətə xeyirdir, Orxan sənin rolun, ehtiyac olsa, bunlar problem deyil. Çox gözəl. Keçək növbəti sualımıza. Yaddaşınızı inkişaf etdirmək üçün gündəlik etdiyiniz təlimlər və yaxud da məşğələlər varmı? Yoxsa bunlar sadəcə olaraq yarış öncəsi hazırlaşdığınız proseslərdir? Mənim iki həyatım var da, yaddaşla bağlı. İdmançı həyatım, mən idmançı sayıram. Memory atlet gedirik biz. Yaddaş atleti və ya beyin atleti. Bir də var ki, sıravi bir insan kimi yaddaşdan istifadə. Beyin atleti kimi off-season dediyimiz, yəni yarışlardan uzaq olan vaxtlarda, yanvarda, fevralda günə 20 dəqiqə, 25 dəqiqə hobbidir də. Kimləsə yarışırıq. 100 rəqəm ortaya gəlir, görək kim tez yadda saxlayır. Bu gözəl hobbidir də. Onlayn yarışlar belə. 25 dəqiqə, maksimum 1 saat. Yarışdan qabaq 3 ay ərzində 3 saat məşq edirəm. Məşqim çox darıxdırıcı məşqlərdir. Darıxdırıcılığımı onun üçün sevirəm, çünki uyğun sindromdadır. Deyək ki, ekranı açıram, 3000 rəqəm dayanıb gözün qabağında yadda saxlamalısan. Orada deyək ki, telefon qalıb, WhatsApp qalıb, amma sən 3000 rəqəmi yadda saxlamalısan. Məşqin biri budur və ya 200 insan şəklidir göstərilir, adları, familiyaları yazılır, xarici adları. Sonra ekran sönür, yerinə qoymalısan deyək ki. Bu belə məşqlərdir. Yəni qıradan baxsaz elə bilərsiniz ki, zarafatdır. Yəni bir də var ki, yaddaşımın özü ilə bağlı sırf belə qayğım yoxdur ki, yaddaşımı məşq etdirim, amma həzz alıram da proseslərdən. Götürürəm deyək ki, tarixi hadisələri əzbərləyirəm bəzən, ya şeirləri götürüb əzbərləyirəm asan yolla. Tutaq ki, Əli Vahdin qəzəlidir. 10 il bundan qabaq. Şəhriyarın qəzəlidir. Kiminsə çətin dediyi şeyləri asan formada əzbərləməyi xoşlayıram. 10 il bundan qabaq ya və yaxud da bir neçə il bundan qabaq əzbərlədiyiniz hansısa bir kitab mı deyim, şeir mi deyim, indi də indiyə qədər amma üzərindən keçmədiyiniz. Yaddaşınızda varmı ki, spontan bir onu mənə deyin? Ümumiyyətlə mənim beynimdə belə biyoloji beyin olduğu üçün bütün qanunları orada da eynidir. Sizdə də eynidir, məndə də eynidir. Yəni əgər bir məlumat, əgər kimsə sənə deyək ki, döyməyibsə, ağır zərbə endirməyibsə, xüsusi emosional qəzadan və s. keçməmisənsə, o yaddaşdadır. Onlar yaddan çıx. Əgər belə bir hal yoxdursa, o sənin ehtimal ki, yadından çıxılsın ki, onu təkrarlamalısan da. Və ya dediyim təkrar, sistematik təkrardan keçməlisən. Ona görə mən bir şeiri əzbərim, elə avtomatik yadımda qalsın. Necə yadımda qala bilər? O şeiri deyəndən sonra hansısa deyək ki, icra kimi gəldi, mənə gül verdi, mənə 50.000 pul verdi. O şeiri sonra mənim yadımda dedi. O qədər mənə gəl təsir eləsin ki, bəli. Ya o şeir nəyəsə xatırlayırsan. Əvvəlcə yarışlara şeir salırdılar. Şeirin adı nədir? Anamnemoniki. Elə adları qoyulur ki, şeir sözü nə deməkdir? Bir var elə şeir, bir də var ki, indi bir şeiri əzbərmək xatirinə onu təkrarlamalısan mütləq. Yəni mən deyim ki, yox təkrarlamıram, yapışır yadımda qalır, yalan olar.
Amma deyim mənim hansısa Ukrayna dairəsində bir dəfə qəzaya düşməyim yadımdan çıxmır. Onu təkrarlamağa ehtiyac yoxdur. Aydındır. Amma dediyiniz məsələlər ki, ta ki şeirdir və s. 10 il qabaq onu sonradan bilərək və ya bilmərək təkrarlamamışamsa, onun ən azı yarısı yadımdan çıxıb etməmiş. Amma istəsəm ömürlük qalar. Aydındır. Keçək növbəti sualımıza. Ən çətin yaddaş sınaq yarışınız hansı olub və onun öhdəsindən necə gəlmisiniz? Bir neçəsi olub, amma birini seçsəm 2022-ci il Almaniya çempionatı. Təsəvvür edirsiniz, Almaniyanın ən güclü yaddaşı seçiləcək 2022. Aydındır. Və dünyanın ölkələri hamısı qaldı. Bəli, Qərbi Avropalı və s. Məndə o şəhərin deyək ki, öz yeri var da, Hasburg şəhəridir, Hasburg şəhəri. Mən gedib yanlış məsləhətlə, orada Almanın mənim səhv başa düşməylə gedib başqa şəhərdə yer tutmuşam, Bamberg şəhəri. Təsəvvür hər gün 2 saat qatarla gəlirəm, qayıdıram yarışa, 1 saat yarım qatarla gəlirəm. Ümumi evdən çıxandan sonra 1 saat 45 dəqiqə ora çatıram. Qatar, təsəvvür yolda əllə, taksi yox, bir şey yox. Yarış 2 gün idi. Birinci gün gəldim. Ən böyük rəqibim kimdir? Emanuel Regnani. İtaliyanın ulduzudur. İtalyan televiziyası, İtalyan gələcəyi. Emanuel Regnani. Yaddaş sahəsində. Yox, beyin sahəsi. 22 yaşı var. Canlı şovlara çıxır. Düz mən burada heç vaxt tanıyan çox da yox idi. İndi də bu da tanımış deyirəm, amma o İtalyan gələcəyi kimi baxılır da. Belə ötəri sahə kimi baxılır. Və Emanuel oradadır. Emanuel də məni ondan qabaq bir dəfə udub onlayn. Elə mən sırf revanşa gəlmişdim bəlkə də. Şuur-altı olaraq. Gəldi, birinci gündür, okey, yarış başladı. 5 kateqoriya oynadıq, 10 kateqoriya var. Onunla. Hə, yox. Bütün yarışmacılar. Amma bilirəm ki, mən onunla rəqabətdəyim də. Biri Danimarkadandır, nə bilim Lars. Bilirəm ki, onu da ehtimal ki, ötəcəm. Almanlardır, artıq Almanlara qarşı psixoloji üstünlüyü də qurmuşam da. Mən əsas o qeyri-adi çıxan o qeyri-adilər ki, birdən çıxırlar, onlara qarşı strateji. Özünüzü onlarla müqayisə edirsiniz. Çünki o gəlir də birdən-birə sürət yığır. Yapon da 17 yaşında gəlib, bunu Yapon təhsil sistemindən çıxmış adamdır da. Bəli. Hə, Emanuel İtalyan birinci gündür 700 xal fərq atmışam. Öndəyəm. Siz öndəsiz. Öndəyəm. Üstünlüyüm məndə. Qayıdıram geri, 2 saat yolda yoruluram, istirahət edəmirəm. Təzən səhərsin 2 saat gəldim. İkinci gündə gördüm, ha, getmir, zəifdir. Brain fog deyirlər, beyin dumanlanması. 6-cı kateqoriyada 5 kateqoriya qaldı. 6-cısında Emanuel fərqi endirdi 300-ə. 7-cidə 0 atdı. 7-cidə keçdi 200 xal. Beyin dayanıb, beynim dayanıb. 8-cidə artıq 500 xal fərq var. 9-cu kateqoriya sözlərdir. Azərbaycan dilinə səhv tərcümə edir ingilis dilindən. Təsəvvür edirsiniz ki, özümü güclə sıxdım. 5 dəqiqəyə 90 neçə söz, baxdım onda 80 neçə söz, fərq endi 250-yə. Son kateqoriya gəlir poker kartları. O yarışın gözəlliyindadır da, poker 52 dənə kart var, 52. Sırayla yadda saxlamalısın. Təsəvvür edirsiniz, variant, dama, 7, x, 8 ürək sırayla yadda saxlamalısın, yerinə qoymalısın. 52-sini yerinə qoymalısın. Başqa variant yox. Mən orada Emanuel'dən biraz üstünəm, amma psixoloji üstünlük ondadır. 2 cəhdim var. Arxada oturmuşam, o şəkli bir dəfə göstərərəm bəlkə. O hissləri keçirtdim. Mən yadda saxladım 47 saniyə. 52 kartı sırayla. Yorğun vaxtımda. O elədi 55 saniyə. 2 cəhddən hansı üstünsə o götürülür. Baxdıq, bunun 55 saniyəsi fərq indi 180-ə kifayət deyil. Qaldı son cəhd. Yenə 250-yə qayıtdı da fərq deyil. Bəli. Çünki o 55 elibsə, mən 47 eləmişəmsə, mən endirməliyim bunu. Hesabladım, mənə lazımdır 35 saniyəyə yadda saxlamaq. İnanırsınız, demir ki, qeyri-mümkündür. Nə qidanı tənzimləmişəm. Almaniyada bizim kimi yeməklər yoxdur. Universitetin kampusudur, yemək yeri yoxdur. Özümdən gətirmişəm Blueberry və s. Mavigilə və s. İkinci cəhdi maraqlı istirahətimi ilk dəfə sizə deyirəm. Heç inanmazdım ki, məsəl deyirəm də bunu. Deməli, kartları bir-bir götürürəm. Bəli. 52 kart. 2-2 yadda saxlayıram. 4-4. 4 dənə şəkil bir götürürəm. 4-4. Baxdım saniyəyə 28, 29, 30 da saniyəni itirdim. Yox, baxa bilmədim saniyəyə. Saniyəni görə bilmirik. Mən xəyalımda fikirləşdim ki, mənim sürətim azdır. Axırıncı 8 kartı birdən yadda saxladım, çaşdım, bastım knopka. Təsəvvür 8 kart belə 8 bildiyiniz o biz Draki oynayardıq o uşaqlar. Bəli. 7x, nə filan belə götürmüşəm hamısı. Onların da o 8 kart 4 şəkil deməkdir. İndi kimi yadımdadır da, burada qohumlarını bilsin. Bəli. 4 şəklin biri mənim dayım oldu. Tariyellə tarır. Biri BMW-dir. Biri o birisi qohumumdur, Nuruş deyirik. 246 mənə. Nuruş, bir də Daraqdır. Bu 4 dənə şəkli bilirəm ki, görmüşəm. Amma da kim kimə yenib xəbərim yoxdur da. Orada sıranı itirmişəm ki, tarix indi maşın o sürdü mənə, o mənə yenə.
Allahın ümidinə qalmışam. Tam səmimi deyirəm ki, bir növ Neçə saniyə tamamlamışdınız? 32. 32 saniyə. Olsa Kifayət edər, bəli. 32-32 də, super. Timing superdir. Bəli. Emanuel da axı nəticəsini artıracaq. O 55 saniyədən endi bir 4-dən 47-yə. Bəli. Mən gərək onu nəzərə alaydım. Uzun sözün qısası 4 şəkil gəlib. 44 kart yerindədir. Bir dənə səhv mənası yoxdur. 4 şəkil, tarix. Deyirəm, indi orada mən özüm üçün düşünürəm. Deyirəm, ay Allah, görürsən, sırayla. Tarix nəyə görə deyirəm? Mənə 146-da Ş hərfi lazımdır. Tarix olub tarix da. Bəli. Deyək ki, fikirləşirəm ki, görəsən, mən orada mən sürdüm BMW-nin bunun üstünə, yoxsa o sürdü mənim üstümə. Hiss edirəm, biraz buram ağrıyıb. Təsəvvürsüz beynin hansı səviyyədədir ki, artıq qarnımda ağrı hiss edirəm. Deməli, dəyib də mənim nəsə xəyalımda da olsa. O sənin üstündə sürür. O qarın bu ağrıdan buradan hiss edirəm ki, nəsə dəydirir mənə. O sürdü mənim üstümə. İndi bu daraqda bilmirəm, bunun başını kim daradı, Nuruşun başını. Özü daradı, mən daradım. Görürəm ki, saç daranmayıb da. Bizim ümumiyyət söhbətdən həmişə belə maraqlı görürəm. Amma hiss edirəm ki, mənim də saçımda ki, nəsə daranır, nəsə olub da. Dedim, ehtimal ki, tarix mənim üstümə sürdü. Nuruş da sənin saçında. Nuruş da saçımı nəsə elədi. Ya öz saçını daradı, ya orada mənim saçını darama heç vaxt olmadı. Tarixini sürmək olmalı. Prosta təsəvvürsüz beyin necə böyük bir cihazdır ki, bəli, bir saniyə içində nələr öyrətir özündən. Beyin neçə əlaqəni şuraltı qrup üzrə. Yəni mən onun milli saniyələrdə hiss edirəm ki, nəsə oldu da. Yaxşı, deyək ki, bu tarix sürdü Nuruş. Yaxşı, bunların hansı qabaqdaydı? Onda bilmirəm axı, bu daranmaq birinci oldu. İntuitiv indi heç yanımda deyim, bu kart BMW da gəldi, indi kartları bir yoxlayır, deyim arxadan yoxlayır. Yəni o düz oldusa 44 düz ondan sonra. Bəli, bəli. Ay görüm gedir də. Kartlar bir gedir. Burada texniki səhv yoxdursa 32 düz. Baxdım elə qalxdıq. Ayda reqlanidə endirib 45-ə deyəsən. 45 idi 46. Amma səhvləri çox. Yox, düz danış. Gəldim mən kompüterimi açdım, girdim, mən vurdum. Ayda 5 xal bunu etmişəm. 5 xal 20 xal. 20 xal biz nədir? Millimetrovka deməkdir. Bir də hesabladım 20 xal, oradan da Alman hakim hesabladı. Ayda Emanuel ağladı. Yazığım da gəldi. Mənim indi 37 yaşım vardı. Mən dünya görmüş adamam. 22 yaşında bütün yarış boyu anasına zəng edir ki, hər şey qaydasındadır və s. Sonrası mənə acıq verən də elə şeylərdir də. Mənim ki qızışdıran elə şeylərdir ki, yəni kimsə yekunlaşdırmamış qərar verir. Yox, mənim zənnimə kimsə gülməsin də. Gülsün, yəni gəlib deyəcəkdi ki, istoriyada ümumiyyətlə insan yarışda biraz şey olmalıdır. Rəqabət qabiliyyətlidir. Yoxsa mülayimlik və s. Ümumiyyətlə musiqiçilər də olmalıdır. Bir şıltaqlığın olmalıdır sənin. Məsələn, mən özümə narahat gəldi ki, o gedib indi hamıya deyəcək ki, yaxşı olan xoş niyyətlə deyəcək ki, bir aydın olan var idi, axırda ona belə keçdim, az qalmışdı. Mən dedim ki, istoriya ilə mən danışım. Deyim ki, mən necə danışmıram. Emanuel ilə keçdim. Mən keçdi, Emanuel ağladı, sonra qızardıq. Biz yarışda çox centilmen münasibət. Amma dedi ki, sənin haqqın idi da. Çox çətin yarış idi. Məsələn, Fransızada da olub, Fransa çempionluğunda da Silvanya var, Fransız. Onlar hər şeyi hazırlamışlar ki, Fransız çempion olacaq. Bayraq olacaq, hamısı yerində. O zaman adam məsələn tutmur. Yaxşı mənada, pozitiv. Onun son kateqoriyada keçdim, amma onda bir 100 xal fərq keçdim də, 80 xal. Amma bu ən çətin idi. Çünki yolda gəlmək və s. Çox maraqlıdır. Yadıma düşdü, belə yaşadım onu. Çox maraqlıdır. Orxan müəllim, məlumatları nə qədər müddətə yadda saxlaya bilirsiniz? Misal üçün, bir il bundan qabaq öyrəndiyiniz məlumatları indi də xatırlayırsınızmı? Ümumiyyətlə, qayda necədir? Vaxt keçsə məlumat yaddan çıxmalıdır. Bizə nə lazımdır? Qeyri-real hədəfdə. Əksinə, mən elə sistem qurmuşam ki, vaxt keçsə daha yaxşı yadımda qalır. Necə? Sistematik təkrar, düzgün təkrar, amma az təkrarla. Ona görə sualınıza cavab olaraq deyə bilərəm ki, bir məlumat mən nə qədər istəyirəmsə, o qədər yadda qalır. Ömürlük istədimsə ömürlükdür. Qısa müddətli istəsəm qısa müddətlidir. Bu insan özündən asılıdır. Strategiya. Hər şey strategiya gözdən baxmaq lazımdır. Mozart dahi olub, demək mənə sərf eləmir. Bəli. Yeri gələndə Mozartı araşdıran beyin alimlərinin araşdırmasına baxsaq ki, bizim təəssüf ki, onlardan məlumatımız yoxdur, dünya elmləri çox az yayılıb. Görəcəksiniz ki, Mozart dahil olmayıb. Bir də verir sararsa mən sana sübut edə bilərəm ki, Mozartda yetişdirilmiş dahidir. Doğuşdan gələn dahidir. Mozartın atası dövlət hüquq üzrə hüquqşünas olsaydı, o da olacaqdı hüquqşünas da. Deməli, nəsə orada proses gedir. Ona görə bir məlumat mən nə qədər istəyirəmsə, o qədər yadımda qalır. Və ömürlük istəyirəmsə ömürlük. Şeirləri ömürlük yadda saxlayıram. Kitablarda ömürlük yadda saxlayıram. Amma yarışdakı rəqəmlər mənə sonra lazım deyil. Ondan sonra onları yarışda yadda saxlayıram, sonradan yadımdan çıxardıram. Mən buna deyirəm strateji yaddaş. Çox gözəl.